Salam, hər vaxtınız xeyir olsun. Yeni bir mənzil çəkib sizə təqdim edirəm. Xırdalan şəhərində Heydər Parkının yanında yerləşir. 17 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir mənzilimiz. Tam yaşayışlı bir binadan ibarətdir. Bir otaqlı bir mənzildir. Bura mənzilimizin ümumi otağıdır. Bu otaqda pərdə, lüstra, TV stand, stol və bu komod qalacaq. Burada yerləşir eyvanı. Belə bir eyvanı var. Artıq əlavə əşyalar yığmaq üçün belə bir yeri də var. Ümumi sahəsi 50 kvadratdan ibarətdir. Bir otaqlıdır. Bir otaq kimi də ev sahibi saxlayıb və şəxsi təmirdən ibarətdir. Giriş qapısı. Girişdən sağda belə bir geniş şkaf yığılıb. Qalacaq bu şkafda. Keçək. Sanitar qovşağını sizə təqdim edim. Burada da asma tavanlı gördüyünüz kimi yığılıb sanitar qovşağı istipoldan ibarətdir. Və şəxsi təmirdən ibarətdir. Burada isə mətbəx yerləşir. Burada isə mətbəx mebeli qalacaq. Və mətbəxdən də eyvana çıxışı var. Təkrar edirəm, təmir şəxsi təmirdir. Ev sahibi özü yaşamaq üçün təmir edib. 50 kvadrat, qiymət 80.000 manatdan ibarətdir. Pərdələr, burada da lüstra qalacaq. Dərhal alıb köçüb yaşaya bilərsiniz. Sənəd hal-hazırda şirkətin müqaviləsidir. Binanın geniş həyəti də var. Likdə nömrə qoyulacaq, həmin nömrə ilə əlaqə saxlayırsınız. Bu və yaxud da digər evlərlə, mənzillərlə bağlı sizə ətraflı məlumat veriləcək. Burada dəhliz hissəsini gördüyümüz kimi qeyd etmişdim. Giriş hissəsi və giriş qapısı seyf qapıdan ibarətdir. Kanalımıza abunə olursunuz, videolarımızı bəyənirsiniz ki, yeni evlər, mənzillər çəkdiyi üçün sizə bilişlər gəlsin. Yeni evlərimizlə, mənzillərimizlə tanış ola biləsiniz. Bugünə bu qədər, sağ olun.